Qatarlar xəstələnəndə kimlər sağaldır? Gedək mənlə qatar sürməyə. Yox? Qatarın ən sevdiyi stansiyası hansıdır? Sənin qatarın necədir? Ayaq tormuzu var. Salam. Salam. Qatarı sürə-sürə musiqiyə qulaq asa bilirsən? Xeyr, mən qatarı sürə-sürə musiqiyə qulaq asa bilmərəm. Çünki qatarı sürdüyümüz zaman biz tezlikləri, svetoforları təkrarlayırıq və yolun boşluğuna diqqət edirik. Stansiyaya çatdığımız zaman da həm sərnişinlərin minib düşməyinə baxmalıyıq, qatarın dayanmağıdır, qapıların açılmağıdır. Bunlara diqqət etməliyik. Salam. Salam. Siz onu necə reski tormuz verirsiniz? Onu niyə belə tez-tez edirsiniz? Qırmızı işığa yaxınlaşdığımız zaman bizdə elə təcili əyləzləmələr olur. Salam. Necəsən? Sənin adın nədir? Həkim Camal. Mənim də adım Maşinist Səriyyədir. Neçə yaşın var Camal? 6 yaşım var. Salam. Adın nədir? Adını deyə bilərsən mənə? Ayaz. Neçə yaşın var Ayaz? 4 yaşım var. Mənim 28 yaşım var. Qatarlar xəstələnəndə kimlər sağaldır? Qatarlar xəstələnəndə onları aparırıq biz depoya. Depoda onlara ustalar, mexaniklər və yaxud digər şəxslər qatarlara baxırlar, onları sağaldırlar. Sənin qatarın necədir? Ayaq tormuzu var. Bizdə ancaq əllə idarə olunur tormuzlar. Qatarın ən sevdiyi stansiyası hansıdır? Qatarlar bütün stansiyaları sevir. Amma mənim üçün qatarların ən sevəcəyi stansiyalar ən ilk açılan stansiyalarımızdır, köhnə stansiyalarımızdır. Bunlara Nizami deyə bilərəm, Elmlər stansiyasını deyə bilərəm, Gənclik stansiyasını deyə bilərəm, 28 may deyə bilərəm. 3 dənə düymə var üstdə. Bizdə düymələr qatarda çoxdur. Qapıların düyməsi var, informator düyməsi var. Depoya yeni qatarları gətirirlər, bəs köhnə qatarları hara qoyurlar? Depoda həm yeni qatarlar var, həm də köhnə qatarlar var. Bizim depomuz böyükdür. 32 qanovdan ibarətdir və digər yerlər də var orada qatarları saxlamaq üçün. Ayaz qatarı nasıldır? Bəs qatarlar sərnişinlərdən nə vaxt düşür? Qatarlar sərnişinlərdən o vaxt düşürlər ki, sərnişinlər gəlib qatara çata bilməyəndə elə vaxt olur ki, qapıları tuturlar. O vaxt qatar başlayır küsməyə sərnişinlərdən. Dağıtır, aparır. Bu vaqon dayanandan bu da dayanır, gəlir, tapır. Qatarın dostları kimlərdir? Qatarın ən birinci dostu maşinistdir. Onlar depoda və yaxud stansiyalarda qoyulan zaman qatarlar bir-biri ilə dost olur və söhbət edirlər. Daha sonra isə qatarların dostu onlar sərnişinlərdir. Çünki sərnişinlər daha sıx istifadə edirlər qatardan. Qatarlar heç çölə çıxa bilir. Bəli, qatarlar hal-hazırda bizdə 2 stansiyamız var, yerüstü Bakmil və Xocasən. Orada yerüstü sahəyə çıxırlar. Sən böyüyəndə nə olmaq istəyərsən? Maşinist. Bax, yaxşı. Niyə bu sahə sənə maraqlıdır? Çünki metronun sürətli sürsən, qapıları açırsan, nöqtələrə basırsan, ona görə. Sərnişinləri daşıyırıq. Əsas oda sərnişinə biz burada xidmət edirik. Bu nə gəlirsən? Maşın.